Bizim cəmiyyətdə əxlaqla iffət arasındakı fərqi bilmirlər. Əsl əxlaqsızlıq odur ki, bunu mənim tələb edir, ruhum tələb edir. O deməli mən tərbiyəsizəm. Xahiş edirəm, kimdir o ayram? Yazın bir görək kimdir? Filan kəs. biz insanlar da bu həyatda hamımız rol oynayırıq. İnanmaq elə bir öz-özümüzə yalan danışmaqdır da. Mental dəyərlərə görə çox vaxtı qızlarımız həyatda başqalaşır. Daha dərin desə tərbiyəli görsənməyə çalışırlar. Mən özümü tərbiyəli qız roluna girirəm. Oğlan da yaxşı oğlan, ideal ailə başçısı kimi rola bürünürlərsə, Heç bizdə mümkün deyil birinci dəfə boşandan sonra ikinci dəfə ailə həyatı qursun, qalmışdı ki, üçüncü dəfə boşanmış qadına da o problem də başqa bir problem. Bəlkə də məni yüngül qız adı ilə fikirləşib evlənməyəcək. Mən hansısa bir oğlana heç şans verə bilirəm ki, ailə həyatı da qurum. O çıxdıqdan sonra o hönkürtü ilə ağladığım yadıma gəlir ki, hələ yadımdan çıxarda bilmirəm. Sənin duyğular və hisslər və gördüyün işə hörmət edən insanla yolu addımlamalısan. biz el aləmin sözlərindən, qıraq narahatçılıqlarından, təşvişlərdən o qədər məşğul oluruq ki, özümüzü unuduruq. Əsas özüm, əsas çözümə xoş gəlmisiniz. Bizə verdiyiniz dəyər üçün, bizə göstərdiyiniz maraq üçün sizə çox dərin təşəkkürlərimizi bildiririk. Bildirmək istəyirəm ki, bizim qonaqlarımız hər biri bir-birindən dəyərlidir. Bu gün də bizim çox dəyərli bir qonağımız var. Hər kəsin tanıdığı və sevdiyi, bizim də çox sevdiyiniz Zarina xanım, Zarina Qurbanova. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Xoş gəlmişəm. Xoş gördük. Hər kəs də buradan salamlayıram. Nə yaxşı ki, gəlmişəm deyə. Nə yaxşı ki, gəlmisiniz həqiqətən də. Zarina xanım, ilk öncə başlamaq istəyirəm. Əslində siz aktrisasınız və bir çox rollar oynayırsınız. Əslində biz insanlar da bu həyatda hamımız rol oynayırıq. Yəni hər birimizin bəli bir vəzifəmiz var, amma bu həyat roludur. Biz həyatda öz rolumuzu bilsək, bu o zaman bizim həyata olan səmimiyyətimizdir. Çünki biz həyata nə verməli olduğumuzu və həyatdan nə almaq lazım olduğumuzu bilirik. Təbii ki, bunu bilmək lazımdır. Amma bir də var ki, insanların bir-birlərinə rol oynaması və hal-hazırda bilirsiniz, insanlar çox rol oynayırlar. Çox bəzən özlərini sevdirmək üçün və bəzən də bir-birlərinin qəlbini qırmamaq üçün. Bunu da biz bilmirik. Əslində özünü sevdirmək üçünmü rol oynayır, yoxsa qəlbini qırmamaq üçünmü rol oynayır? Bu da çox xaotik məsələdir. Daha çox məncə sevdirmək üçün. Bəli. Siz bəlkə də bunu çox belə deyək, buna müşahidə edirsiniz. Siz çünki özünüz sənətinizi də çox gözəl bacardığınız üçün də insanları da müşahidə etdiyiniz müddətcə bilirsiniz ki, kim artıq rol oynayır, kim artıq rol oynamır. Real həyatda aktyorluq. Bəli. Sizin bu təcrübələriniz və yaxud gözləmləriniz və yaxud ola bilər ki, insanlara verə biləcəyiniz məsləhətlər nə ola bilər? Sənətimdən dolayı müşahidələri çox edirəm, düzgün vurğuladınız. Və bəzən gördüklərim sözün əsl mənasında şoka salır. Çünki bizdə belə bir söz var aktyorlar arasında. Yaxşı aktyor yalnız səhnədə aktyordur. Amma bəzən də mən elə öz ətrafımdan, cəmiyyətdə, olduğum yerlərdə elə bir insanlara oyununu görürəm ki, ağzım açıq qalır, ürəyimdə hətta deyirəm ki, Oscar. Yəni mən belə bir vəziyyətdə, belə bir çıxış yoluna ağlıma da gəlməzdi ki, hansısa bir misal üçün qəhrəmanı canlandıranda oynayım ki, bu insana baxırsan ki, o qədər peşəkarcasına bunu canlandırır və inandırmağı da bacarır. Bizim işdə əsas inandırmaqdır. İnandırmadınsa zəif aktyor, aktrisa sayılırsan. Amma bəzən insanlarda o qədər belə möhtəşəm şəkildə inandırma qabiliyyətini görürəm ki, içimdən onlar yanımıza gəlin 1-3-5 mənə dərs deyəsiz kimi bir fikirlər keçir. Bu da səbəb nədir? Mən özlüyümdə, müşahidələrimlə belə qənaətə gəlmişəm ki, sevgisizlik, özünü sevdirmə, özünü sübut etmə, mən daha yaxşıyam, mən sevilməyə layiqəm, mən varam
görün məni. Bunun üçün insanlar təbii ki, cilddən cildə girir, amma yanlış da anlaşıla bilər. Zaten həyat oyundur. Biz oynamaq məcburiyyətindəyik. Ruhiyyə xanım demişkən, kimi ana obrazını oynayır, kimi öz peşəsinə uyğun rəfiqə obrazını. Amma yalan olmasın da. Yəni öz doğmalarına insan öz gələcəyi ilə bağlı bəzən görürsüz, elə oyunlar qurur. Belə baxırsan ki, axı sonra hara qədərdir? Sonra sənin əsl üzün çıxacaq ortalığa. Bu onda necə eləyəcəksən? Ömrünün sonuna qədər oynaya biləcəksənmi? Çünki məsələn bizim çəkilişlər olur ki, 8-10 saat arasında olur. Başqa bir personajı oynayanda bəzən işimdən gəlir ki, görsəm amma evdə bu gün nə bişirib, Zarina olaraq düşünürəm. Nə vaxt bu bitəcək, mən gedəcəm evə. Bilirsiniz necə? Bu olur. Amma sən oynadığın X adam, oynadığın rolü həyatda bunu hara qədər davam edəcəksən? Üstü açılanda nə baş verəcək? Həqiqətən də biraz səmimiyyət söhbəti var da. Siz misal üçün rollara girəndə də o personaj deyək də kimdir, yəni hansı bir obrazdır, hansı bir roldur bəlli deyil. Çünki hər rola girsiniz, komediya, drama, yəni belə deyim də, yəni maksimum və minimum o qədər zıt qütblərdir ki, bunu birlikdə etmək belə çox belə deyim çətindir eynən. Bunu bacarmaq, bu artıq professionallıqdır. Və bu yerdə öyrənmək istəyərdim ki, məsəl üçün mən öz həyatımdan deyirəm ki, mən ilk məslək illərimdə psixoloqluq sahəsində öz təcrübəmdən irəli gələrək o periodlarda təcrübəsiz idim. İlk illərdə bəzi pasiyentlər gəlirdi, problemini danışırdı və o periodda mən rol oynayırdım da psixoloq olaraq ki, biz də psixoloqlar rol oynayırıq təbii ki. Amma o çıxdıqdan sonra mən başladım ağlamağa ki, adamın dərdi o qədər mənim üçün o vaxtlarda, yəni təcrübəmin az olduğu deyək də vaxtlarda, hətta indi belə yadıma gəlir ki, ilk o ağlamağım yaşlı bir qadın gəlmişdi öz oğlu ilə bağlı. Və qadın əslində mənim yanıma da deyil, başqa bir yəni əməkdaşıma gəlmişdi, amma onun fars-major halı var idi deyə mənə yönləndirdilər. Və xanım öz uşağı, övladı, uşaq da deyim 30-35 yaşında bir oğlan uşağı idi. Bildiyiniz psixiatrik bir problemi var idi. Atası rəhmətə getmişdi bir 5 ildir və öz anasını ölənə kimi döyürdü. Və o qadının o göylərini, bədənindəki göyü mənə göstərəndə ki halım, o anda sıxdım, saxladım və o çıxdıqdan sonra o hönkürtü ilə ağladığım yadıma gəlir ki, hələ də yadımdan çıxarda bilmirəm. Onu da elə etiraf eləmək istədim. Misal üçün mənə də çox maraqlı olar ki, sizin o ilk illərdə, yəni o təcrübə ki qazandığınız periodlarda, o rola girəndə yaşadığınız, nə bilim, X bir dediyiniz rol sizə o qatdığı bir, nə bilim, hiss deyək də, elə bir şey, elə bir anlar olubmu? Əlbəttə olub və hər hansı bir aktyor desək ki, məndə olmayıb, yalan demiş olacaq. Çünki başlanğıcda biz başqalaşma deyə bir anlayış var bizim üçün, həm fiziki, həm psixoloji, duyğusal olaraq başqa bir insanın həyatını oynamağımız, başqalaşırıq və bu başqalaşma periodunda bizdə bir bəlli bir dönəm keçir, hazırlıq müddəti deyirik. Məndə o hazırlıq dönəmindən başlamışdı. Bir oynadığım qəhrəmanın həyatına inanmışdım və mən 6 aya qədər depressiyaya düşmüşdüm film bitəndən sonra. İnanmışdım. Çünki qeyri-peşəkar idim. Çünki ilk filmim idi. Çünki uşaq idim. Və indi düşünürəm ki, mən heç gərək o rolə razılaşmazdım, oynamazdım. İndi oynasam onu daha peşəkarcasına oynayaram, canlandıraram, daha inandırıcı olar. Nəinki onda daha saf, amma artıq Zarinanın inandığı kimi oynamışam və Zarina o həyatı davam edir. Sanki hadisə qəhrəmanımın adı Arzu idi. Arzunun başına deyil də Zarinanın başına gəlirmiş kimi hadisəni davam etmişəm. Öz gözüm baxanda, anam da baxanda o filmə indi deyir ki, bu Zarinadır. Təbii oynadığımız personajlarda bəlli hissəmiz olur. Bizdən bəlli oynadığımız üçün özümüz oluruq. Amma tam başqalaşa bilməmişəm belə deyək. Və sonra da oynadığım qəhrəmanın həyatını həyatda davam etmişəm. Söhbət xərçəng xəstəsi xanımdan gedir. Xərçəng xəstəsini oynayırdım
və çox pis perioda düşdü. Çünki o dönəmdə mənim həm nənəm, həm xalam cavan yaşda xərçəngdən rəhmətə getdi. Və onlar rəhmətə gedəndən eyni anda rəhmətə getdilər. Bir gün xalam rəhmətə getdi, 3 gün sonra, 4 gün sonra nənəm rəhmətə getdi. Onun acısına dözmədi. İkisi də xərçəng idi. Və mənim neçə yaşım var? Çox balacaydım. İlk filmlərimdə 20-21 yaşım var idi. Ətrafda xalalarımı, anam bütün nəsil olaraq o böyük bir acını görürəm, təsəvvür edin və bu dövrdə mənə bir film gəlir ki, xərçəng xəstəsini oynamalısan, həyatıva 20 gün vaxt qalıb. 20 gündə nə çatdırdın, çatdırdın. Arzuların ardınca filmdə. Təsəvvür edin, hazırlıq dönəmi dedilər. Artıq heç mənə hazırlıq dönəmi də lazım deyildi. Çünki xalam müəyyən müddət xaricdə yaşayırdı. Gəlib ximiyasını bizdə Azərbaycanda, Bakıda bizdə qaldı və o ximiya anında nə baş verdiyinə canlı şahidi oldum. Çox ağır dönəmi idi. Çox mənim üçün ağır dönəmi idi. Və üstəlik də məni apardılar uşaqların xərçəng xəstəliyinə əziyyət çəkən uşaqların yatdığı bir palata. Hazırlıq dönəmində hansı qəhrəmanı canlandıracaqsa, həyatı kimi oynayacaqsa, hansısa bir xəstəlikdən əziyyət çəkirsə, o biz abu-havaya girmək üçün belə deyək də, Selori deyə başlayalım ki, sənətimizi o abu-havaya aparalım. Məsəl üçün mən tarixi bir şəxsiyyəti oynayacamsa, gedirəm dağlara, daşlara at çapmağı öyrənirəm. Onların həyat tərzinə uyğunlaşıram, bildiniz necə. İndi burada da mən getmişəm, uşaqları görmüşəm, 20 yaşlı bir xanım. Uşaqlar necə əziyyət çəkir, necə ölüm anlarına az qalıb. Sonra böyüklərin yanına məni apardılar. Çox travmatik bir dönəm keçdim və mən bir qadını canlandırıram ki, əri var, amma əri bunu xəstəliyində tək qoyur, çıxır, gedir və bu eyni anda eyni xəstəlikdən əziyyət çəkən bir oğlanla tanış olur. Ərini də sevməyib, o sevgi nədir bilmir və bunlar son günlərini, son bir aylarını sevgi dolu. O da öləcək, bu da öləcək. Sevgilərini bircə yaşayırlar, sağalmağa çalışırlar, amma alınmır, ikisi də sonunda ölürlər. Arzu və Kamil. Və təsəvvür edin ki, mən film dönəmində elə oynayan aktyorun özü də biz uşaq idik, çox uşaq idik. Keşke indi oynayırdıq. O dönəmi o xəstəxana palatalarında çəkdi. 20 gün xəstəxana palatalarında qaldıq. Düşünün, biz burada oynaya bilirik ki, digər otaqda kimsə həyat mübarizəsi aparır. Son günləri, son dəqiqələridir, bəlkə çox çətin idi. Son arzularımızı bir-birimizə deyirik. Rejissor qurtarır, rejissor deyir, stop və biz çıxa bilmirik vəziyyətdən. Gedirik xəstəxananın qabağına saatlarla otururuq ki, biz öləcəyik. O mənim üçün çox travmatik bir dönəm idi. Uşaq idik, yenə də deyirəm. İnanmışdıq oynadığımızda. Təbii ki, indi olsa mümkün deyil belə bir halların baş verdiyi. Çünki artıq mən beynimdə bölmüşəm ki, tutaq ki, burada bugün komediyxana günüdür. Bugün Maşa Medved, mən Maşayam. Sabah tarixi bir şəxsiyyəti oynayacağam. Bugün Həvvanı oynayıram, səs serialındayım. Bugün teatrda hansısa bir indi Zarinayam, bölmüşəm. Onda bölməmişdim. Onda qarışdırmışdım. Və film bitəndən sonra mən 6 ay xəstə yatdım. Hər gün son günümmüş kimi anamla sağollaşırdım. Vəziyyətdən çıxa bilmirdim. O qəhrəmanımın yaşadığı evə qədər çıxıb gedirdim. Həyətində qalırdım. İstirdim ki, yuxarı qalxım. Elə bildim mənim evim oradır. Yasamalda yaşayırdı Zarina. Amma mən gəldim Baksovetə. Ki mən Baksovetdə yaşayıram. O qədər inanmışdım. Və bu dünya praktikasında da böyük problemlərdən biridir ki, yeni başlayan aktrisa və aktyorlar hansısa bir Türkiyədə daha çox bunlara rast gəlirik. Oynayırlar hansısa bir qəhrəmanı, sonra inanırlar, davam edirlər və ailə həyatı qururlar. Müəyyən müddət keçəndən sonra da boşanırlar. Çünki onlar oynadığı qəhrəmanın həyatını davam, o qədər inanırlar oynadığı qəhrəmanın həyatına və bəlkə də öz həyatları o qədər maraqsızdır. Bu faktor da var. Özlərini idealizə edirlər həyatı. O dönəmdə mən yenə də uşaqlığıma yazıram bunu. Uşaqlı idim və ilk filmim idi və necə nə cürü bilmirdim. Amma bəlkə də öz həyatımdan qaçırdım deyə indi düşünürəm ki, o dönəmlər mən ailə olaraq da biz problemli bir dönəm keçirdi bəlkə. Bilmirəm. Hər şey üst-üstə gəlmişdi ola bilər. Və mənim üçün arzu olmaq daha xoş idi, daha yaxşı bir duyğulardı. Çünki orada filmin mövzusu zaten belə idi ki, Arzunun 20 arzusunu həyata keçirməkdir. Oğlan ölən gününə qədər onun arzularını həyata keçirdi. O filmə baxarız, amma gülməyim mən. Çünki çox uşağam. Keşke indi oynayardım. Ola bilər ki, o zaman orada
rol da olsa, oradakı xoşbəxt rolda olmuş. xoşbəxt olmusunuz. Çünki oradakı arzularla mənim arzularım üst-üstə düşürdü. Orada bir yeri var idi, biz buzun üstündə sürüşməli idi. Zarina'nın da o arzusu var idi. Çox təsadüfi. Mənim də öz arzum var idi ki, orada buzun üstündə sərbəst şəkildə sürüşüm və mən o səhnəni o qədər içdən oynamışam. Əslində arzu deyil də Zarina orada xoşbəxtdir və sonra film bitdikdən sonra hər dəfə gedirdim, orada qalırdım, sürüşürdüm ki, o eyni emosiyaları yaşayım. Oynadığıma inanmışdım. Amma şükürlər olsun ki, birinci və sonuncu dəfə oldu. İndi artıq belə bir şey olmur, ola da bilməz. Çünki artıq gördüyümüz iş sırf iş olaraq yanaşırıq. Təbii ki, qəlbimizdən, ruhumuzdan, övladlarımızla yaratdığımız rollar yeni bitib. Adəm Həvva serialı var idi, səs serialı. Orada da narkoman bir qız oynayırdım. Onun həyatı oynadığım Arzunun həyatından 3 qat çətin idi. Amma öz həyatıma bənzərliyi də var idi. Ona görə o qəhrəmanı sevmişdim, seçmişdim. Amma bitdi və bitdi. Bitdi. Qaldı orada. Həqiqətən də oradakı serialı düzdür, axırıncı sezondan baxmasam da, yəni çox çətin idi. İndi yəni belə deyim də sizin oynadığınız rollar ən ağırı deyərdim, elə deyilmi? Ən çətin idi o. Bəli, ən çətin. Yəni mən baxıcı olaraq deyirəm ki, həqiqətən də insan, bəli, tamaşaçı olaraq həqiqətən də insan o duyğunu hiss eləyir. Bu bayaq elə Rüyələ xanım da qeyd elədi ki, həm də sizin sözünüzə də qüvvət. Biz insanlar da həyatda rollar oynayırıq ki, o rollardan bəzən də insanlar da çıxa bilmirlər. Səhnədə deyil də, həyatdakı olan rollarda. Və o rola da inanırıq. İnanmaq elə bir öz-özümüzə yalan danışmaqdır da. Bəs biz özümüzdəkindən kənarda, məsəl üçün, elə insanlar var ki, həqiqətən də o insan dediyi sözə belə inanır, yəni yalana inanır və o şəkildə də davam edir. Düzdür, bunu artıq psixiatrik bir problem kimi görürük. Amma hal-hazırda bu o qədər adiləşibdir ki, hər kəsdə var deyə, necə deyim, yəni adi bir formaya gəldiyi üçün artıq psixiatriya belə bunu deyir ki, yox, bu artıq psixiatrik bir problem deyil, psixolojik bir problemdir. Yəni bunu artıq yəni psixoloqlar həll edə bilərlər. Yəni dərman müalicəsi ilə belə deyil. Və siz öz həyatınızda, hətta yaxın ətrafınızda belə bir hallar görmüsünüzmü? Yaxınlarımda da görürəm, elə cəmiyyət olaraq oturduğum məclislərdə də, iş yerimdə də adi bir primitiv demək əslində çox dərin bir mövzu. Mənim üçün ailə mövzusu primitiv olmadı. Çox dərin, primitiv nəyə deyirəm? Səmimi olmaq əslində çox sadə bir şeydir. Olduğun kimi o göstərirsən, kiməsə xoşa gəlməyə çalışmırsan. Bugün mən keyfsizəmsə, rəfiqələrimin yanında rahat şəkildə deyə bilərəm ki, mən keyfsizəm, dəyməyim mənə. Mən əvvəllər amma məndə də olurdu ki, heç kim qəlbində deməsin, ürəyimdə deyirdim, ayla nə vaxt çıxıb gedəcəm və yaxşıdır, hər şey gözəldir. Amma bugün artıq bu başqa bir hallarını, başqa bir formada görürəm ki, bunda fəsadları sonra çox böyük olur. Kişi-qadın münasibətlərindən götürək. Bizdə necə deyim ki, düz çıxsın, mental dəyərlərə görə, belə deyim, mental dəyərlərə görə çox vaxtı qızlarımız həyatda başqalaşır. Daha dərin desəz. Daha dərin desə tərbiyəli görsənməyə çalışırlar. Onlar üçün o tərbiyəli görünməkdir. Əslində olduqları kimi olsalar daha gözəl, daha səmimi olarlar və daha konkret bilərlər ki, hə, yox. Taktikalar edirlər. Məsəl üçün mən demək olar ki, dünyanın yarısını çox gəzmişəm də. Azdan çoxdan izləyirsinizsə bilirsiniz. Və təsadüfdür ki, mənim hər yerdə, hər ölkədə bir qohumum yaşayır. Bir yerdə xalam oğlu qalır, bir yerdə dayım oğlu qalır, bir yerdə yaxın rəfiqəm qalır. Bunu nəyə görə deyirəm? Və elə olur ki, mən turistik olaraq getmirəm də. Yəni turist olaraq gəzdim, ən gözəl yerləri gördüm. Nə qəşəng gəldim. O deyil. Mən gedirəm sırf oranın yaşayan insanların psixologiyasına baxmağa ki, onlar hansısa bir bəlli mövzuya necə yanaşması olur. Məsəl üçün, xalam qızının rəfiqələrlə otururam. Oturmuşam, rəfiqəsi bu ay oldu. 3-cü dəfə ərə getməyə hazırlaşır, 4 uşaq var. Hərəsi ayrı-ayrı kişidən. Amma 3-cü dəfə ailə həyatı qurmağa çalışır və çox sadə formada buna yanaşır. Çox da rahatdır. Niyə rahatdır? Çünki olduğu kimidir. Gəlir oğlana,
Deyir ki, mən birinci ərimdən bunu gördüm, xoşuma gəlmədi, ayrıldım. Mən həyatı bir dəfə yaşayıram və mən belə həyatı istəmirəm. Ayrıldım. İkinci dəfə bunu gördüm, xoşuma gəlmədi. Uşaqlarımı döydü. Mənə ləzzət eləmədi ki, birinci ərimdən olan uşaqlarımı döydü. Üçüncü dəfə mən bunu istəyirəm. Şərtlərim budur. Mən özüm də buyam. Və əsas məsələ. Mən özüm buyam. Mən işləyirəm, tutaq ki, saat gecə qız modeldir, tutaq ki. Mən gecə yarıda gələ bilərəm çəkilişlərdən, olduğunu deyirdim. Mənim uşaqlarım ataları ilə də görüşəndə mən uşaqlarımın yanında atalarının birinci ərimin yanında da otura bilərəm. Buyam. Qəbul edirsən ya yox. Biz belə bunu bilərəkdən yolumuzu davam edəcəyik, yoxsa yox. Vaxt da az itirir. Qısa lakonik. Hə. Yox, sağlam ailəni qurmaq üçün. Və sən mənə öz uşaqlarım sənə mane olmayacaq. İstəyirsənsə atalarına verin. Biz bir yerdə ailə həyatımızı başlayaq yeni səhifədən. Bir yerdə qərara gəlirlər. Amma bunu nəyə görə misal gətirdim? Bizdə problem nə ola bilər bu situasiyada? Hər şey yaxşıdır. Hər şey gözəldir. Mən lazım olsa modelliyimi də buraxaram, sənətimi də buraxaram. Kişiyə uyğunlaşmada başqalaşır olur. Kişinin görmək istədiyi nədir? Heç bir problem yoxdur. Qadan alıb, lazımsa uşaqlar da verərəm, elə ataları baxar. Heç bizdə mümkün deyil. Birinci dəfə boşandan sonra ikinci dəfə ailə həyatı qursun. Qalmışdı ki, üçüncü dəfə boşanmış qadına da o problem də başqa bir problemdir. Nəysə də deyək ki, bizdə olsa. Xanım xoş gəlmək üçün çox hallarda, hər kəsə də aid deyil, çox hallarda başqa bir illüziya yaradır. Başqa bir insanı təqdim edir kişiyə. Yazıq kişi də hətta sima olaraq da. Sima olaraq bəzən belə baxırsan ki, ay vay. Öz rəfiqələrimdə də bunu görmüşəm ha. Mən rəfiqəm var ki, tutaq ki, 15 ildir bu qızı tanıyıram. Çox sevdiyim, çox dəyər verdiyim rəfiqəmdir. Həyatında sevdiyi insan olub. Bir yerdə görüşmüşük. Oğlan durub çıxıb gedəncə deyirəm, nə oynayırsan? Ay Zərnət yanda elə təzə deyirəm, yox, nə? Kimsən, nə sən? Onu bildir də. Əylənməyi xoşlayırsan? Dünə mən əylənməyi xoşlayıram. Mən gedib rəqs eləmək istəyirəm. Bəlkə o da gedib rəqs eləmək istəyir. Bəlkə bir yerdə birləşəcəksiniz, daha əyləncəli olacaq sizə. Nə lazımdır ki? Yaxşı, mən saat 9-da evə gedərəm. Tək sən deyən olsun. De gülür operatorum. Hə, elədir. Ki, oğlanlara da problem yaranır. Sonra evlənirlər. Bax, bunu yaradır. Sonra evlənirlər. Yəni çox qızlara aiddir. Təbii ki, rəfiqəmdə o insanla alınmadı. Sonra gördü ki, uyğunlaşmırlar. O başqa bir mövzu. Amma cəmiyyətdə gördüyüm nədir? Özünü çox gözəl şəkildə təqdim edir. Çox gözəl. Sən nə istəyirsən? Bəli, ananla bir yerdə yaşamaq. Əlbəttə ki, o nədir? Sənin anan, mənim anam. Amma oradan durub çıxan kimi deyir ki, ay Allah, heç mən öz anama dözmürəm. Qalmışdı ki, bunun anasına dözüm. Ay bacım, ay anam. Başdan denən fikirlərimi. Özü olduğum kimi təqdim edirəm. Məsələn, mənim 34 yaşım var. Mən aktrisayam. Bir gün ərzində 3 dənə ayrı-ayrı qəhrəmanları canlandırıram. Səhər dururam, oluram, tutaq ki, Maşa. Günorta gəlirəm, Adəm Həvvada, tutaq ki, Həvvanı oynayıram, drama, ağlayıram. Axşam gedirəm, 300 nəfəri güldürürəm komediyxanada. Mənim psixologiyam əlbəttə ki, biraz duyğu dəyişiminə görə hər arada bir maşında deyirəm ki, sən kim idin? Zərina, hə. Pis, qayıt. Yəni mən bu qədər ağır bir rejim yaşayıram. Mən bunu necə gedib mal alayıb oğlana deyə bilərəm ki, hər şey sən dediyin kimi olacaq. Bəli, axşam saat 9-da da yeməyin də hazır olacaq. Olmayacaq. Başqa bir insanın rolunu oynamaq. Bəli, yemək hazır olmayacaq. Sən məni bu sənətdə qəbul eləmisənsə, sən mənə dəstək verməlisən. Lazımdırsa, sən mənim adamımsansa, sən deməlisən ki, bu gün gedək hardasa yemək yeyək. Sən yorğunsan, əzizim. Çünki mən sənə özümü düzgün təqdim elədim. Eynilə tək qızlara yox, oğlanlara da aiddir. Mən sənə hər şeyə icazə verirəm. İndi bizim mental dəyərlər var da. Hər şey sən istədiyin kimi olacaq. İşləyəcəksən də, fəaliyyət göstərəcəksən də, istədiyin kimi geyinəcəksən də. Bizə geyim problemi də var axı. Geyimi əxlaqla ölçürlər, nəysə. Çoxluq olaraq təbii ki. Mənim üçün bu cəhalətdir, nəysə. Bura girməyim. Amma oğlanlar da başqalaşır və sonra ailə həyatı qurandan sonra da belə bir anlaşılmazlıq əmələ gəlir. Bütün bunları nəyə görə danışıram? Əziyyət çəkən insanlar olur, uşaqlar. Həqiqətən də elədir.
Çünki səmimiyyətsizlik var orada. Səmimiyyətsiz. Oradakı mən özümü tərbiyəli qız roluna girirəm. Oğlan da yaxşı oğlan, Yaxşı. ideal ailə başçısı kimi rola bürünürlərsə, orada bir səmimiyyətsizlik var və Çox. sonra ailə həyatı qurandan sonra da səmimiyyətsiz bir ortamda böyüyən uşaqlar nə olacaq? Onların da duyğularında öz şəxsiyyətlərinin İfadə formalaşmasında etmə, bəli. səmimiyyətsizlik olacaq. Və sonradan nə olur? Asan şəkildə boşanırlar. Uşaq atasız böyüyür, bəzən də anasız böyüyür. Çox çətindir. Səbəb də nədir? Zamanında iki gəncin bir-birini düzgün tanımaması. Bunun üçün biz şərait yaratmırıq. Yəni biz dediyimiz bu münasibətə girənlər. Yəni münasibətdə olmaq istədiyimiz adamla həqiqi insan fərqlidir. Sizin bayaq dediyiniz kimi. Məsəl üçün belə insanlar var ki, adam zəng eləyir xanıma ki, sən hardasan? Deyir, yatıram. Bayaq qeyd etmişdiniz. Amma yatmır. Amma yatmır. Başqa bir yerdədir. Bəli, yalan. Yalan deyir ki, məni belə qəbul etməyəcək. Bəlkə də məni yüngül qız adı ilə fikirləşib evlənməyəcək. Yenə tərbiyə mövzusuna gəlirik. Əslində burada tərbiyəli deyil də seçim məsələsi var. İnsanların seçimləri onun tərbiyəsindən, doğulduğu və yaxud da gördüyü şeylərdən asılı deyil. Bir ailədə bir neçə uşaq ola bilər. Biri başqa istiqamət götürə bilər ki, hə bütün gün evdə otursun, evlə bağlı ola bilər. Amma biri isə əylənməyi, gəzməyi sevə bilər. Bu tərbiyədən deyil. Bu əslində insanın içindəki olan potensial və enerjidən asılıdır. Hər kəs eyni olacaq deyə bir şey yoxdur ki. Niyə bizi qəlbləşdirib bir formaya salırlar ki, hamı belə olmalıdır. Bəli. Qızsansa bu olmalısan, kişisənsə bu olmalısan. Mental dəyərlərə. Mental dəyərlər yanlış verilmiş qayda, qanunlar, kodlaşdırmalar. Mənə elə gəlir ki, biz elə bu videonu da çəkəndə elə sizin də gəlməyiniz ki, hər kəsin bir baxış tərzi var. Baxın, xaricə tez-tez gedirsiniz. Elə eyni ilə biz özümüzdə. Xaricə gedən insanlar, hətta mənim pasiyentlərim belə deyir ki, 3 aydan bir mən xaricə gedirəm ki, nəfəs alıb geri qayıdım. Mən də eyni onu. Görürsünüz, hər kəsdə özüm ola bilirəm, tam özüm ola bilirəm. Bura gəlir, bura düşdü. Deyir, hamı sifət, orada deyir, hamı gülər üzlə gəzir. Burada belə gəzirlər ki, yenə gəldim Azərbaycana. Bizim ölkədə əslində o qədər bastırılmış duyğular çoxdur ki, heç kəs özü kimi olmayıb. Bu nədən irəli gəlir bu kimi özümü qəbul etdirmək? Yəni o qədər hamımızın ehtiyacı var ki, qəbul olunmağa, sevilməyə. Çünki anlaşılma duyğumuz azaldıqca da biz görülmək istəyirik əslində. O da istəyir ki, mən görülüm kimsə tərəfindən. O qız və yaxud da ki, o oğlan görülmək istəyir. Və buna görə də rollara girmək məcburiyyətində olur. Burada başqa bir səbəb də var. O qədərmi əksiksən ki, sən özün üçün deyirəm, sən o qədərmi əksik insansan ki, sən özün kimi olduğunda səni qəbul etməyəcəklər. Yəni o qədərmi özünü sevmirsən və insan da özünü sevməyəndə başqalarını ideallaşdırmaq məcburiyyətində olur. Başqalarını idealizə edir və özünü sevmədiyi təqdirdə. Amma özünü sevdiyi təqdirdə özü kimi olacaq və başqalarını da həqiqi mənada sevə biləcək. Orada başqa bir nüans da var. Biz şuuraltı olaraq bizdə belə bir şey kodlaşdırıb o analarımızdan, nənələrimizdən, qohumlardan gələn bir şeydir ki, filan kəs nə deyər? Qorxuruq ki, qınaqdan qorxuruq ki, vay, bugün mən qısa geyinib çıxmaq istədim. Podyezddən çıxana qədər, həyətə tərk edənə qədər məni görən qonşular, qohumlar, dostlar, tanışlar, sonra mənim haqqımda yanlış fikir formalaşar. Anama, atama nə deyər? Əxlaqlı olaraq baxmazlar mənə. Özümüzü düzgün şəkildə ifadə edə bilmirik. Yalnız düşünürük ki, başqası məmnun olsun. Anam pis olmasın, qohumum pis olmasın. Yaxşı ki, bizim ailədə mən ona görə həmişə valideynlərimə təşəkkür etmişəm. Bizdə belə bir qorxu olmayıb. Mənim anam da, atam da məni azad gənc olaraq böyüdüblər. Çünki 16 yaşıma qədər mən burada böyüməmişəm. Kiçik yaşlarımdan getmişik, sonradan qayıtmışam. 10-cu, 11-ci sinif səhv eləmirəmsə burada oxumuşam. Hətta mənim yadımdadır ki, biz bura gələndə qardaşımla şok yaşamışdıq, depressiya düşmüşdük ki, xala qızı, xala oğlu evlənir. Bu necə ola bilər? Bunlar axı bacı qardaşdılar. Şükürlər olsun ki, qanuni tərəfin bunun artıq yasaqlandı. Bu olmaz.
Amma gələndən məni ən çox təəccübləndirən bu günə kimi filan kəs nə deyər? Bizim ailədə bu yoxdur. Amma dost danışımda qapalı geyin filan kəs nə deyər? Qız məsəl mən o travmamdır. Deməli yeni gəlmişdim. Heç Azərbaycan dilini yaxşı danışa bilmirdim və məni qoydular asektora ki, mən Azərbaycan dilini öyrənim. Rus dilli idim. Orada elə bil ki, keçid dönəmim orada baş vermişdi də. Burada toya getmişdik. Kimisə qohumlardan toydu. Mən də qardaşımla biz dostluqda çox yaxın dost kimi idi. Hər şey bir-birimizdən qeybət də qırırıq, məsləhətləşdik, qaqaş gördüm, ayda filan kəs hay. Və biz bərkdən gülürdük. Səhv eləmirəmsə, qohumlardan kimsə gəldi, ilk dəfə mənim travmanı onda qoydu. Ona qədər mən bunu bilmirdim. Belə gəldi, belə başımdan belə itələdi. Halbuki mən nə anam, nə atam heç vaxt bizi döyməyiblər, sağ olsun. Belə itələdi, belə yekə qızsan, özünü qız kimi apar, qıraqdan baxan var, bəlkə biri səni alacaq. Bu nədir? Qaqqaha çəkib gülürsən. Biz 5-6 dəqiqə bir qardaşımla durub bir-birimizə baxdıq ki, vay da. Niyə də yəni? Qurbanım, gülməyim gəlir, gülürəm. Və bu nəyə gətirib çıxardır? Təbii ki, mənim anam çox sağ olsun, çox sağ olsun, başqa cür tərbiyə verib bizə. Mən həmişə öz duyğularımı cəmiyyət içində olsa belə, indi aktrisayam deyə bəlli çərçivələrim var bəlkə də. Amma tam məşhur olmamışdan qabaq mən öz duyğularımı cəmiyyət içində normal şəkildə necə hiss edirəmsə, o cür də ifadə edə bilirdim. Sadəcə aktrisa olandan sonra biraz fikir verməyə başladım. Məsəl üçün kofe içəndə belə gözüm qıraqda bayırda olur ki, görüm biri mənim video çəkmir. Çünki bizdə bu dəbdə axı məşhur insanı ona görə tam özüm kimi ola bilmirəm. Məsəl üçün nəsə eləmək, nədir, yemək istəyirəm. Marçılda da yemək istəyirəm. Bu mənim içimdə, mən təkəm, tək oturmuşam. Marçılda da yemək istəyirəm. Bunu mənim tələb edir, ruhum tələb edir. O deməli mən tərbiyəsizəm. Və bunu biri qıraqdan durub çəkəcəyi, paylaşacaq və yaxud deyim bunda, tutaq qəlyan çəkmək istəyirəm. Bunu durub sabah biri çəkib paylaşacaq, sosial şəbəkələrdə də məni biabır eləyəcək. Ay əxlaqsız, ay özünü apara bilməyən. Ona görə özümə fikir vermək məcburiyyətindəyəm. Özüm kimi ola bilmirəm. Belə özümdə belə sıxılıb qalmışam ki, təki mənə o damğanı vurmasınlar. Çünki mən tək o tamaşaçı izləyə və tamaşaçının sevimli personajıyamsa, sabah adi bir şeydən gözdən düşə bilərəm. Hətta mən çox vaxt deyirlər ki, niyə ailə həyatı qurmursan? Burada deyim, mən hansısa bir oğlana heç şans verə bilirəm ki, ailə həyatı da qurum. Kimləsə gəlib bir stakan kofe içməyə qorxuram ki, bu nə fikirdir? Qıraqdan kim çəkəcək, bildiniz necə? O qədər ki, artıq o başqa bir problemə keçdik. O qınaq söhbəti var ki, birdən çəkərlər, paylaşarlar, görürük çünki neçə məşhur olub ki, yəni elə olanda da sonlanır da. Reputasiyan düşür aşağı və məcbursan ki, bəlli çərçivələrin içində durasan. Yaxşı, bunu mən incə sənət adamı, məni anladıq, məni qoyduq kənara. Amma gənc qızlar var ki, yəni heç bir tələbi, lüzumu yoxdur da bunu eləsin. Niyə? Çünki bizim cəmiyyətdə əxlaqla iffət arasındakı fərqi bilmirlər. Əsl əxlaqsızlıq odur ki, insan özündən vazgeçməsi, başqalarına rəğmən. Əgər sən başqalarının təsiri altına düşürsənsə, özünə əxlaqsızlıq etmiş olursan. Əgər o valideyn ki, bayaq biz dedik, el-aləm qınağı dediyimiz ki var, sən o valideyn öz tərbiyə modelindən bu qədərmi əmin deyilsən, sən öz uşağını da əxlaqsız damğası vurulmasından qorxursan. Orada artıq dediyim kimi, burada sən əgər bir yetişkin bilincindəsinsə artıq, o zaman əxlaqsız olarsan ki, yenə də hər kəsə rəğmən özündən vaz keçərsən. Bizim onsuz da özüm ola bilməməyimizin səbəbimiz də bu yenə el-aləm qınağıdır. Hansı el-aləm, o da bilinmir hansı el-aləm. Doğrudan kimdir o aləm? Xahiş edirəm, kimdir o aləm? Yazın bir görək kimdir? Filan kəs. Yəni filan kəsə görə çox şükürlər olsun ki, artıq 2000-ci ilin uşaqlarına bunu etmək mümkün deyil. Həqiqətən. Onlar tamam başqadılar. Məsələn, bizdə heç olmasa biz qorxurduq. Heç olmasa demək, qorxurduq. Düşünün, uşaqlıqda rəssamlığı bitirmişəm, rəqsi bitirmişəm, muğamı bitirmişəm, vokalı bitirmişəm. Da bütün incəsənətin bütün sahələrini bitirmişəm. Yəni mən nə istədiyimi bilirdim. Məni nə xoşbəxt edəcək deyə bilirdim və filan kəslər mənə maraqlı deyildi. Amma insan var ki, öz arzusunun dalıca deyə getməyib, bizim yaşlılardan gedir söhbət. 2000-ci ilin uşaqları isə tamam fərqlidirlər.
Şükürlər olsun. Həqiqətən də bəzən bu cəmiyyət qınağına görə biz həyatımızı Röyələ xanımla Məhv edirik. bəli, məhv edirik. Ona görə məncə elə bu çox qəşəng səmimi bir söhbət oldu. İnşallah ki, bunu izləyən insan öz istəklərin üçün mübarizə aparır, hətta valideynlərinə qarşı sizin etdiyiniz kimi misal üçün nə istədiyini bilərəkdən həqiqətən də o yolla davam edir və kənardakı qınaqları düşünmədən ki, ay nə olacaq, necə olacaq deyil də həqiqətən də öz sevdiyi işlə, Öz sevdiyi insanla əsas. insanla, bəli, Bir dəfə insanla, dünyaya gəlirik. bəli, bu həyatı biz yaşayırıq. Öz sevdiyi Cəmiyyət- işlə, öz sevdiyi Bəli. nə bilim, təhsillə, öz sevdiyi həyat yolu. O qədər Sevgi ilə. zaman keçdikcə bilmirəm yaşlaşıram. O qədər onun fərqindəyəm ki, fərqindəlik çox önəmlidir. İnsan həqiqətən öz sevdiyi insanla, öz sevgini də qoyuram. Qarşılıqlı hörmət o qədər önəmlidir. Sənin duyğular və hisslər və gördüyün işə hörmət edən insanla yolu addımlamalısan. Həqiqətən. Sənə dost ola biləcək insanla addımlamalısan. O çox gözəl bir söz var. Bu boydana dünyada bu qədər insanların arasında mütləq ki səni anlayacaq, sənin kafada olacaq insan var. Ərə gedim xatirinə, ərə gedim ki, aha birdən ev gözləndə bir dənə çıxdı, toy olsun, oynasınlar. Anam vaxtilə 100 manat atıb bunu da alsın. Söhbət öyle. O yox. Sənin içi toy belə önəmli deyil. Artıq o yaşdayam ki, mənim üçün onlar çoxluqla da saxta gəlir. Çünki cəmiyyətdə də məşhurlardan da gördük, çoxlu blogerlərdən də gördük. O cəhcəval var, görüntü. O boş şeydir. Tək Əsas ruh sevgidir, xoşbəxt bəli. olsun. Bir-birini insan anlasın. O qədər gözəldir ki, o deyir yağ çörək kimi olsun. Biri yağ olsun, biri çörək olsun. Böyle yaxılsın, bildiniz necə? Onda adam həyat eşqi. Onda doğulan uşaqlar var elə rəfiqələrim. Məsəl üçün bir rəfiqəm də var. İkinci dəfə ailə həyatı qurdu. Orada bir uşaq doğuldu, qız uşağı. Uşaq o qədər xoşbəxtdir. Nə gözəl. Rəfiqəmi ailə həyatı quran oğlan, hətta cehizi belə icazə vermədi ki, rəfiqəmi alsın. Dedi, mən sənin üçün eləyərəm, sən imkanlı deyilsən, anlayıram, sən imkanlı ailədən deyilsən. O qədər bir-birlərini anladılar. Nəysə, halbuki oğlan birinci dəfə evlənirdi, qız artıq ikinci dəfə ailə həyatı qururdu. Bir-birini anladılar. Cehiz az miqdarda, toy cəhcəlalı deyil, getdilər Maldivdə istirahət elədilər, toya qoyacaq bunları. Amma o uşağa indi baxıram, uşaq o qədər sağlam düşüncədə böyüyüb, o qədər ağıl, o qədər sevgi doludur. Nəinki bizim illərin uşaqları qorxu, həyəcan ki, ay bu dəqiqə anam atamı vuracaq, ay bu dəqiqə dava düşəcək, bu dəqiqə dayım gələcək, nənəm gələcək, o. Uşaq da arada xilaskar olur. Mən də Anamı, yəni, atamı uşaq da xilaskar. olaraq da xahiş edirəm belə, axırda da özünü ifadə etməkdə. Tez böyüyən uşaqlar, Çox tez. uşaqlığını yaşamayan Yaşamayan. insanlar. Valideynlərinə anahtar olan uşaqlar. Eynən. Çox sağ olun Zərinə Siz sağ xanım. olun. Həqiqətən də gözəl, Əsləşdik. səmimi söhbətinizə görə həqiqətən də məncə Hər kəsin ehtiyacı olan bu cəmiyyət problemlərindən də biraz biz danışdıq. Onları siz də gözəl məsləhətlərinizi verdiniz hamımız birlikdə. həqiqətən də çox sağ olun. Çox sağ Bir daha. olun, sağ olun. Sağ Nə olun. vaxt istəsəz çağırın, gəlin biraz. İnşallah. Bizim üçün çox xoşdur. Mənim Əsas üçün odur çox ki, insanlar bilsin ki, bəli, biz el aləmin sözlərindən, qıraq narahatçılıqlarından, təşvişlərdən o qədər məşğul oluruq ki, özümüzü unuduruq. Amma bilin ki, bu həyatın, bu kainatın sizə də ehtiyacı var. Bəli. Xoşluqla Özünüz qalın. kimi olun.